Salamlar, kanalıma xoş gəlmisiniz. Sizi kanalımda görməyə çalışadım. Kanalıma hələ də abunə deyilsinizsə, abunə olaraq mənə dəstək olmağı unutmayın. Bugün də gördüyünüz kimi vlogun başlığından Temudan alışveriş eləmişəm. Dırnaq aksesuarları, dırnağa aid hər şey almışam. Bir-bir açıb göstərəcəm indi. Desəz ki, Ləman bacarırsanmı? İndiyənə kimi bir dəfə də olsun dırnaq düzəltməmişəm. Sadəcə olaraq salona falan gedəndə öz dırnaqlarımı elədikləri qədərindən bilirəm. Amma hər şeyini girib bircə-bircə baxıb almışam. Qısa videolar izləyirəm. Sonra uzun videolar izləyirəm. Nəyi necə eləyirlər, ətini necə götürürlər, dırnağı necə yapışdırırlar və yaxud da necə geli çəkirlər, nəyi necə tətbiq eləyirlər. Hamısına bir-bir baxıram, öyrənməyə çalışıram. Bu dırnaq yapışdırıcısıdır. Daha doğrusu tipsini dırnağa bərkitmək üçün kley idi. Sonra belə bir qusaçka almışam, hansı ki dırnağın ucunu kəsmək üçündür. Tipsi eləyəndə artıq hissəni kəsirsən və yaxud da gellə eləyəndə uzun eləmisənsə onu qısaltmaq üçün belə bir başlıqdır. Təbii ki, dırnaq düzəldənlər hamısı bilirlər, amma bilməyənlər üçün bunlar da salfetlərdir, hansı ki dırnağın üstünü silmək üçün, pilkalardır, cürbəcür, növbənöv ölçü ilə az belə dıqırt-dıqırt olanı var, biraz çox olanı var. Görürsünüz, üstünə rəqəmlər yazılıbdır, 100, 150 və s. Belə növbənöv aldım. Sonra demək olar ki, hər şeyini almışam da. Cürbəcür bezəkli laklar almışam, zərlər almışam. Sonra indi burada göstərirəm bir-bir. Məsəl üçün, bunlar sadə rənglərdir. Cürbəcür rənglər var içərisində. Çox endirimlə almışdım. Mən təsəvvür eləyin ki, səbətə atanda 130 manat tutmuşdu. Amma mən onu elə almışam ki, 60 manat tutub. Bu gördüklərinizin hamısı 60 manat tutub. Burada top qat var, sonra üst qat var, alt qat var, nəysə də indi adlarını belə deyim. Zərli laklar var, sırf dırnağın ucu üçün lak almışam. Bu hal-hazırda açdığım geldir. Hələ bantını açmamışam, içinin kağızını, yəni istifadə eləyəndə açacağam. Hələ baxıb öyrənirəm. Sonra maşınkasını almışam, qurudanını almışam, cürbəcür hamısını bir-bir göstərəcəm indi sizə açdıqca. Bunlar dırnaq yapışqanlarıdır, üstünə bəzək qoymaq üçün çox bəyənirəm. Hətta yenə sifariş eləmişəm. Bu at brlokudur. Mən at ilindənəm, tərəzi bürcündənəm. At ilindən olduğuma görə, bu ildə at ili olduğuna görə açarımın üstü üçün belə bir brlok almışam. Çox bəyənərək seçdim, aldım. Hal-hazırda açdığım o dırnağın ucuna bəzək vurmaq üçün mənim dırnağımın ucunda da görərsiniz bəlkə videodan. Belə gümüşü və qızıl rəngdə boya almışam. Yəni lak almışam da ki, dırnağın üzünə bəzək vurmaq üçün, uc hissəsinə və yaxud nəsə çəkmək üçün çox qəşəng olur. Gözəl görünür. Sonra belə makyaj fırçaları almışam. Çox ucuz aldım onda. Onda ən böyük olanı dırnağın üstündən tozu təmizləmək üçün nəzərdə tutmuşdum. Amma ayrıca yenidən təzədən aldım. Ürəyimcə olmadı ondan. Fikirləşdim ki, elə qoy özü üçün olanını alım. Burada fırçaları göstərirəm. Həm gel qoymaq üçün, həm şəkil çəkmək üçün cürbəcür fırçalar almışam ki, dırnağın üzünü bəzənməyə falan incə başlıqlar lazım olur. Ucluqlar daha doğrusu. İndi biraz da necə eləmişəm ki, endirimlə almışam, ondan danışım. Necə elədim? Əvvəlcə mənə gəldi 90% endirim. O 90% endirimi açdım. Aparatımı saldım endirimə. Aparatı endirimə salandan sonra bir başqa elə bir 2 dənə endirim gəlmişdi də. Bir başqa şeydən də o dırnaq pilkalayanı endirimə saldım, götürdüm. Sonra oyundan daxil olanda da orada firma oyunu var. Onu oynayanda alışveriş elə göstərir. Oradan endirim falan verəndə də bir başqa şeylər, məsəl üçün endirimə atır da sizi avtomatik olaraq. Çantanı da oradan atmışdı avtomatik endirimə. Bu 3 dənə şeyi mən sifariş verəndən sonra orada gəlir ki, məsəl üçün 24 saat ərzindəmi, yoxsa neçə saat ərzindəmi əlavə olaraq nəsə əlavə eləmək istəyirsinizsə alışverişinizə. Onu əlavə eləyirsiniz də ki, vaxt bitənə kimi, o kargo yığılana kimi
məhsulun içinə məhsul əlavə eləmək olur ki, hamısı bir kargo ilə gəlsin. Mən də bunu eləyəndə orada həmişə bilmirəm sizdə də göstərir yoxsa yox, təxmini göstərici göstərir. Həmişə fikirləşirdim ki, bu nə olan şeydə, məsəl üçün 15 manat olan şeyi təxmini göstərici ilə 5 manat göstərirdi və yaxud da 20 manat olan şeyi 15 manata göstərirdi təxmini və yaxud da 3 manat olan şeyi 80 qəpiyə göstərirdi təxmini göstərici ilə. Elə oldu ki, sonradan onları əlavə eləyəndə alış-verişin içinə, yəni məhsulları vurmuşam, ödənişini eləmişəm, əlavə olaraq təzədən onun içinə belə deyək də, məhsul əlavə eləyirəm. Onu eləyəndə təxmini qiymətləri ilə verdi. Məsəl üçün 3 manata olan şeyi tutaq ki, 80 qəpik yazıb, tam 80 qəpiyə olmasa da, məsəl üçün 1 manata, 1 manat 20 qəpiyə verdi. Və yaxud da 10 manata olan şeyi 8 manata verdi. Belə-belə çox qabağa düşdüm də. Bu gördüyünüz də dırnaq qurutmaq üçündür. Elə bir böyük aparatın balaca versiyasıdır. Tək-tək dırnaqları əlinizdə işləyə-işləyə qurutmaq üçündür. Bunu çox tərifləyirdilər videolarda. Mən də almamışdan qabaq baxmışdım videolara. Oradan ona görə onu da seçdim. Həm də bəyaz bacada da var idi. Gördüm ki, həqiqətən çox yaxşıdır da ki, belə həm işləyə-işləyə, həm də qurutmaq olur. Bunlar da dırnağa gedənlər bilirlər. Pilkalamaq üçün dırnağın üzünü, gelini falan, dırnaq ətini falan götürmək üçündür. Hələ istifadə eləməmişəm. Elə toka taxıb yoxlamışam ki, işləyirlər yoxsa yox. O qədər. Hələ vaxtım olmayıb yoxlamaq üçün. Gözləyirəm ki, tamamən sağalaq, hər şey bitsin, getsin. Ondan sonra bir də dırnaq üçün geli sökmək üçün bir dənə lak almışam. Onu gözləyirəm düzü gəlsin, yoxlayım, görüm həqiqətən də işə yararlıdır yoxsa yox. Ondan sonra əgər işə yarasa bir də dırnağımın üzündən geli sökmədən rahat şəkildə çıxardaraq da, yəni pilkalamadan istəyirəm ki, çıxsınlar ki, dırnağıma zərər verməsin çox da. İşə yararlı bir şey olsa ondan təkrarən alacağım. Bu isə dırnaq qurutmaq üçün olan aparatdır. Həm əl, həm ayaq fərqi yoxdur, qurutmaq olur. Bu arada həqiqətən hələ heç nə bilmirəm, necə eləyirlər. İnşallah bilmirəm deyəndə ki, yəni videolardan baxıb öyrənmişəm də, yəni hələ tətbiq eləməmişəm heç vaxt. İlk özümə eləyəcəm. Sonra da dırnaqlar, daha doğrusu barmaqlar zakaz eləmişəm üstündə öyrənmək üçün. Onları da gözləyirəm gəlsinlər. Bu sifarişdə əlavə pulum olmadı, çatdırmadım da. Bu şeylərin hamısını alandan sonra artıq endirimə düşdüyünü gördüyümə görə elə çoxunu bir sifarişin içinə vurdum. Ta pulum qutarana kimi. İndi vurduqlarımı isə gözləyirəm. Yoldadılar, gəlsinlər. Onların da çəkilişini eləyərəm sizə. Kenələr almışam. Bu çanta da çox qəşəngdir. İçərisində hər şey, dediyim hər şeyi yığmaq olur. İndi görəcəksiniz, stolun üstündə nə varsa hamısını bu çantaya yerləşdirəcəm. Yerləşir rahatlıqla. Dırnaq ustaları üçün mükəmməl bir şeydir. Alıb yoxlaya bilərsiniz. Aranızda məni izləyən dırnaq ustaları varsa, məsləhət görürəm. Yəni ala bilərsiniz rahatlıqla, könül rahatlığı ilə. Möhkəmliyi də yaxşıdır, qalınlığı da yaxşıdır. Üzürlü hesab eləyin. Boğazım qıcıqlandı biraz. Öskürdüm, saxlamışdım səsi. Ona görə indi səsim elə qəribə gəlir. Hələ tam olaraq özünə gəlməyib. Axşam saatları olan kimi başlayır qıcıqlanmağa, mən incidir. İnşallah tezliklə keçib gedər. Burada fırçaları ayırıram. Birazını qoydum istifadə eləmək üçün. Digərlərini isə eyni yerə qoydum ki, bunlar xarab olduqca onları istifadə eləyərəm. Hamısını birdən açmayım. Özüm üçün düzənləyirəm. Onu ora qoyuram, bunu bura qoyuram, onu ora salıram. Belə səhmana salıram. O qədər sevinmişəm bu şeyləri açıb baxdıqca. Papam da bizdə idi həmən günü. İndi videonu redaktə eləmək üçün oturmuşam. Dedim üstünə səs yazım. Çünki videoda açdıqca bəzi şeyləri göstərirəm, deyirəm nədir, nə deyil. Bəzilərini heç nə demirəm, sadəcə videoda açıb göstərirəm. Səssiz idi. Ona görə dedim ki, üstünə səs əlavə eləyim. Həm sizlə söhbət eləyim. Deyim, biləsiniz ki, hələ mən heç nə bilmirəm bu barədə. Yəni, eləməmişəm də o mənada.
İlk eləyəcəyim iş necə olacaq bilmirəm. Yəqin ki, ilk olaraq öz dırnaqlarımı eləyərəm. Sonrasında da kiminsə dırnağında eləyə-eləyə belə öyrənərəm. Kiminsə deyəndə gəlinlərimizin, eltimin, mamamın belə ilk onlarla başlayacağam. Bilirsiniz ki, mən əl işləri ilə də məşğulam. Düzdür, hal-hazırda o həyatımda ikinci plandadır. Əvvəlki qədər məşğul olmuram, ancaq belə ehtiyac olduqda yaxın insanlar üçün hazırlayıram və yaxud da padarka aparmaq üçün özüm üçün hazırlayıram. Sifariş çox da götürmürəm, amma o da var. Çox şey öyrənib, çox şeylər eləmək istəyirəm. Ümid edirəm ki, eləyə biləcəm. Çünki onu eləyə bilirəmsə, bunu da eləyə bilərəm məncə. Həyatda eləmək istədiyimiz hər şeyi məncə eləyə bilərik. Nə qarırsan? Hanı sənin şalvarın? Niyə soyunu batmısan şalvarıva? Onu hara apararsan? Hara? Yerdə xəlçəni yığıb aparır. Tamam, apar. Getirib salarsan sonra, yaxşı. Şalvarını da soyunub gedir. Yolkanı yığmaq istəyirəm, bir türlü özümdə həvəs tapıb yığa bilməmişəm hələ. Boğazım bərbad dərəcədə ağrıyır. Xəstəxanadan gələndən belə qıcıqlanan fasonuydu. Nə qədər qarqara eləsəm də əksinə yaxşılaşmaq əvəzinə pisləşib. Kartoşka qoymuşam qızarsın, biraz kərə yağ əlavə elədim. Adətən mən sulu yağla, duru yağla eləyirəm. Biraz vurdum bu dəfə kərə yağı da. Nəsə istədim onun tamı gəlsin. Biraz dağınıqlıqdır, qabları yığıb bura yığmışam. Barım uzanıb, özüm eləmək istəyirəm, hələ vaxtım yoxdur deyənə. Həvəsim yoxdur daha doğrusu. Həm də Nərgiz istəyirəm, heç gecələr durmadığı vaxt gəlsin onda. Burada əti duzlamışam, istiotlamışam, sirkə vurmuşam, ədviyyat vurmuşam, qoymuşam. Belə qoyanda həm ət tez bişir, marinə olunmuş sayılır da. Həm də dadı qəşəng olur. Çıxartmışam bundan. Qızardacağım. Mən əti belə pay eləyəndə çəkiləsi, nə bilim qızarası, neyniyəsi, onda hazır eləməyə xoşlayıram. Vaxtım varsa eləyirəm. Məni çoxdan izləyənlər bilir. İzləyənlər üçün də göstərim. Bura qoyuram. Bunlar mənim buzluq üçün olan qablarımdır. Yəni, ana göstərəcək. Burada elə bir 2-3 dənə sümüklü ət var. Belə yığıram. Sonra onu da marinə eləyib qoyuram. Qızartmalıq, qəşəng olur. Tez-tez göstərim. Telefonum sönəcək çünki heç nə göstərə bilməyəcəm. Burada 3 sıra belə xırda quşbaşı ətdir. 3 sıra arasından klyonka sərmişəm. Pingvin ki ayıra biləyim. Göstərə bilməyəcəm, sönür. Nərgiz imkan vermirdi. Ona görə çıxartdım, burada göstərim. Baxın, belə küftəli eləyirəm, kakletli eləyirəm. Sıra-sıra bunun içində yenə 2 qatdır. Sonra bunlardır. Quşbaşı eləyirəm, çəkilmiş ət eləyirəm. Bu çəkilmiş ətdir. Bu da çəkilmiş ət olmalıdır. Açamadım. Bu da çəkilmiş ətdir. Projeto yoxdur, sinə ətidir. Bundan 2-3 dənə idi, artıq bişirmişəm. Belə ayırıram. Boşaldıqca da qablarını təzədən soyuducuya yığıram. Çünki bunlar mənim elə yəni çöldə barda yer tutmasın da. Elə ət yığıram həmişə içinə. Yuyuram, təzədən qoyuram soyuducuya. Əti alanda ayırıram. Hazır qoyuram. Yerləşdirirəm, içinə qoyuram. Nərgiz ora xoşlayır. Açan kimi başlayır oynamağa. Bunu qoyub yerinə. Nərgiz, aç, gətirdim. Aç. Aşağıya da yığıram. Orada yağ yığıram. Nərgizin qurtaladığı yer yağ bolkasıdır. Kərə yağı, kənd yağı. Nərgiz eləmə.
Nə ağarırsan? Buz yığıram. Hə, fırçan düşüb. Dayan götürüm. Ala. Aç oranı. Aşağını aç, aşağını. Aç oranı. Həmişə nətər açırsan, yaddaşından çıxdı. Əlvi çək əlvi. Bura. Döşədi, çəkilmiş ətlər. Bu tomatdır. Tomatı soyuducuya buzluğa qoymuşam ki, xarab olmasın. Instagramda bir xanımda görmüşdüm. Sadəcə olaraq mənə rahat olmadı. Çünki çıxardanda hər dəfəsində onun buzundan ayıra bilmirəm. İndi bir şey fikirləşmişəm. O buzu açılsın, onu eləyəcəm. Nə eləyəcəm deyim sizə də. Bunu buz qəliblərinə tökəcəm. Buz kimi belə küp olsun. Sonra donandan sonra tökəcəm təzədən bu qabın içinə küp halda. Ki götürmək istəyəndə rahat olsun. Çünki belə heç cürə rahat deyil. İstifadə eləmək həmən xanım nətər istifadə edir bilmirəm. Hər dəfə onun buzunu çözür yəqin. Elə Nərgiz örtək soyuq olacaq sənə. İynə vuracaqlar yenə tötüşünə. Keç. Doktor. Sözümə baxmır bu qız mənim. Keç ört. Ört. Gəl. Tərsliyə qız. Götür yerdən fırçan düşdü yerə. Fırçan yerə düşdü. Apda gətirirəm indi. Geç çıx stola. Geç çıx stola, apda gətirirəm. Gücləri süzük balam olubdu. Fırçavı götür. Gəl başqa verim apar. Bu arada kartofum hazırdır. Əti gec qoydum. Ona görə hələ bişməyib. Niyə belə tərsənmərs iş gördüm bilmirəm. Gedək yeyək, appa yeyək. Bayaqdan burada həşirdəyəm. Bunun içine naneləri doldurdum. Belə xurculara naneləri yığıram. Nane nə idi? Kekodu. Sonra çayı atanda rahat olur. Burada çayı yığdım. Qutardı uje belə xurclar. Gərək yenə alım. Belə çox rahat olur da. Elə çayın üstünə qoydum. Onsuz da onda 2 çaydı. Bu da bitti. Sonra böyle gül almışdı yoldaşım. O gülden banka var. Onun içine töktüm. Bunun içinde ikra alırıq biz. Çox qəşəng dadlı olur əgər. Görmüsünüzsə alın, yoxlayın. Münasib qiymətədir. Əsl ikra deyil də bunlar. Amma yenə bunların içində də təbii ki vitaminlər, minerallar var. Hansı ki İkranın, əsl ikranın tərkibində var da, yəni balıq kürüsünün. Dadlı da yeməlidir, mən xoşlayıram. Yoldaşım da xoşlayır. Elə yerik arasın, qırmızısını alır. Reklam deyil əslində, amma indi YouTube'da, Instagram'da fərqi yoxdur da, belə sosial şəbəkələrdə nəyisə göstərirsənsə mütləq altına reklam yerləşdirmək lazımdır. Yazmaq lazımdır, ona görə də mən yazacağım altındaki reklam. Bundan sonra nəsə göstərəndə mütləq gərək qeyd eləyim ki reklam. Çünki yoxsa başımıza problem olacaq. Belə bir şeylər əmələ gəlibdir. İndi bizim bu sosial şəbəkələrdə məcburi reklam yazısı var. Əgər nəyisə göstəririksə. Amma təbii ki nədir? Reklam deyil. Kəşke olsa. Bir də bilmirəm, görəsən Nərgiz dəyər. Ağlar çıxıb, onları asmalıyam. Qaraları attım, indi yuyulsun. Burada kuloklar falan yığmışam onun içine. Falqalar. Burada çöplər falan nazlı dağıdıb. Boş qablar var. Məsəl üçün bu boşdur. Banka boşdur. İndi yəqin buna nəsə tökəcəm drojdan zaddan. Bunu kalbasa alanda kalbasa doğrayıp yığıram içine.
Sıram mənim kollagenimdir. Bunu hər gün içirəm. Az qalıb içində. Bugün içmişəm deyə bugün göstərməyəcəm sizə. Gərək bir dəfə shorts videosu çəkim. Xoşum gəlir. Baxıram elə shorts videolarına. Mən də istəyirəm çəkmək, amma sonra da unuduram, elə gedir. Hə, istəyirəm bu çəkməcəni mən buradan ləğv eləyim. Yəni içindəkiləri də. Çünki Nərgiz başlayıb bu çəkməcələri açmağa. Düzdür, açıb təzədən bağlayır. Amma ümid yoxdur da Nərgizə. Yəni hər an hər şey ola bilər. Açar, dağıdar, sökər, tökər. Sonra mən gərək dəli olum. Çünki məsəl üçün bunları biraz açmaqda çətinlik çəkə bilər, amma bunlar açılandı da, yəni belə görsünüz. Təsəvvür eləyin, hər yer ədviyyatdır. Ona görə bilmirəm, fikirləşirəm bəlkə kaldırım yuxarı onları, bura blender falan qoyum. Qalmışam fikirləşə. Bir yana da fikirləşirəm ki, blenderın kəsici yerləri var da, aşağıda da var kəsici şeylər. Mən hara qoyum, nətər eləyim? Burada da belə şeylər var. Qalmışam fikirləşə. Bunlar indi mənə lazım olacaq. Tomat yığacam içinə. Bunları götürürüm. Bunları tomat yığacam. Dursun burada. Bunu gərək mamama qaytarım. Bu ucu mənə lazım deyil. Sonra bu krışka çölə gedəsidir. Bunlar elə burada qalır. Et maşının həngamələri. Qoz sındıranım sınmışdı. Getdim təzdən qoz sındıran aldım. Qapağın yiyəsi hardadır görürsən. Güzel soşanı. Yemədiyi soşanı. Onun için çırpım. İşte gece özüme iş düzeldirim. Silmək lazımdır. Dəsmalları da atmışam yuyulmağa. Gedim şey gətirim, nəm salfet. Demək, neynədim qızlar? Çəkə bilmədim. Çünki kameradan Nərgizə baxırdım, qoydum, özü yatıb. Üstünə acıqlandım, keçirəm bu tərəfə yatırım. Bunları yudum, çıxan boş qabları ki, qurusunlar. Sonra yerbəyər eləyəcəm. Tomatı belə 5 dənəsini yığdım, əlimdə olan qabları, qalanın elə olduğu kimi qoydum həmən qabda. Bunlar boşalanda təzədən dolduraram. Çünki yoxdur belə qabım da. Bir dənə belə qab, 2 yemək qaşığı tomat tutdu. Belə. Sonra qaralarım da qutarıb. Bunları aparıb sərməliyəm. Geç o yana. Şkafların üzünü falan silmədim. Amma içlərini yerbəyər eləmişəm də. Biraz qaşıqlarım qarışmışdı. Onları səliqəyə saldım. Sonra burada bunları götürmədim. Çünki bunların ağzını mən belə açanda şey eləyirəm də, yəni belə çəkişləyirəm, sonra açıram. Məncə aça bilməz. Nəyə ki aça bilər, bunları da məncə aça bilməz. Bunları yoldaşıma verəcəm. Niyə bilmirəm, xalam gilə gedəndə apararam. Məndə var ki, işə aparsın, ya xala gilə apararıq, onlar da yoxdursa. Torbaların hamısını bura boşaltdım. 2 yerdə idi məndə. Bunları çox istifadə edirəm mən. Yemək zadı xaldenka qoyanda boş qabda falan ondan örtürəm ağzını. Rahat olur. Nəysə ki, bunlar belə. Burada elə bunlar idi. Pingven kuloklar, hətta o birisi kuloklar da buradaydı. Onları qaldırdım yuxarı. Tosterim, qazan altlıqları, süfrə bezi, belə şeylər buradadır.
Ən altda da ki, belə istifadə gec-gec deyirəm, amma həmişə ki, bunun içinə yığanda mənə lazım olur buradan nəsə kartof əzəndi, nə bilim, digər çevirəndi, nə bilim, belə şeylər də bunun içindədir. Qalanlar da elə buradaydı onsuz da. Bir də bu yuxarıdaydı, onu düşürtdüm aşağı. Burada gec-gec istifadə elədiyim şeylərdir güyamış ki, amma bunun içindən tez-tez lazım olur. Bir sözlə haçan ora qoysam lazım olur mənə sonra. Buradan da yenə qabın biri boş idi, onu yumuşam. Buradan boşalanları çıxartmışam. Sonra oradan bir qabı yumuşam. Onun içinə çayları tökəcəm. Belə bunları, yəni üstəkiləri onun içinə töküb ora qoyacağam. Onu planlamışam. Sonra bunları aça bilər deyə qaldırdım, yuxarı qoydum. Çünki hamısının ağzı deşiklidir. Burada da acılı şeylər də, acı biber, acı istiyot. Nə bilim, sonra nə var burada? Bu şeydir, bu şirinə deyirlər ona. Ondan toxum, chia toxumu. Pesok, mesok belə şeylər də buradadır. Всё. Başqa heç nə eləmədim. Yuxarıda belə su qabları falandır, bura dəyməmişəm. Bu çox çətin tapılan bu təzə infeksiyon dərmandır. Vermişəm Nərgizə. 5 gün demişdi həkim, 5 gün verdim gündə 2 dəfə. Bu qədər qalıb. Bu mənim dərmanımdır. 1 ay demişdi atmağa, 1 ay atmışam. Hardası 1 aylıq da var. Biraz keçsin, təzədən başlayacağım bunu içməyə. Bunu da düzənləyim. Bunun içində ablipixa yağıdır. Burnuma damladıram. Dərmanımı gördüm, içməmişəm. İçim gərək. Bu batareyalar bilmirəm, işləyir yoxsa yox, ona görə qoymuşam bura. Bu da vitamin D-dir, səhərlər içirəm. Belə dursunlar burada. Su və kofe qablarıdır. Blender falandır, belə şeylərdir buradan. Dərmanları qoyuram ora. Ki uşaqlar da əl çatmasın. Bu Nazlın dərmandır, özü damladır boğazına. Görə əl çatan yerə qoymuşam onu. Şah. Da gözümə nəsə dəydi. Qaraltı var orada. Belə buraları yığışdırdım. İndi bunları buzluğa qoyam. Bunların da suyu süzülsün. Sonra gəlib şey eləyərəm. Silib yerinə yerləşdirərəm. İndi bunları sərim. Bunları buzluğa qoyum. Var buzdasın. Yeməyimizi yedib qurtardıq. Belə meyvə boşqabı hazırladım. Ürəyim dəhşətli dərəcədə alma istəyirdi. Amma almanı görəndən sonra keçdi getdi. Neçə vaxt kivi istəyirdim. Yoldaşım nə qədər alıb gətirmişdi. Hər gün ikisini yeyirəm. Həm də indi xəstə olduğuma istəyirəm vitamin depoluyum. İndi biz yeyək. Səhər də uşaqlar üçün doğrayacağım. Hamısından ki yesinlər. Burada boşqab stəkan çıxartmışam. Boğazım internetdə qabağıma çıxdı. Deyirlər ki, bəs boğazda virus infeksiya olanda dondurma yemək yaxşıdır. Dondurma yeyəndə bəs mikroblar ölür. Əksinə isti mikrobları çoxaldır, soyuq isə öldürür. İndi bilmirəm nə dərəcədə doğrudur. Mən keçən il xəstələnəndə aşırı belə qızdırma falan var idi da. Coca-Cola ilə sağaltmışdım boğazımı. Bu dəfə dondurma ilə yoxlayacağım. Dondurma ilə olmasa Coca-Cola içəcəm yenə. Çoxdan da içmirəm. Burada şərbət hazırladım. Soysun. Çünki aşağıda künəfə qoymuşam bişsin. Belə.
Gedim. Ola bilsin işıqları zadı söktüm yolkanı. Bu arada buradaki töküntüləri, kirli qablar falan hamısını yudum. Yeməyimizi yiyəndən sonra hər şeyi yığışdırmışam. Oradakı qablar tuxovkanın içində olur. Ona görə çöldədilər. Onları sonra təzədən tuxovkaya yerləşdirəcəm. İndi meyvə boşqabını aparım. İçinə vilka da koyum. Sonra künefə hazır olsun, onu götürərəm. Kafeden de qaynasın, künefənin yanına çayla. Nəhayət ki, yolkanı yığıram. Bir şey var ki, mən heç cür o korobkanın içine yerləşdirəməyəcəm. Keçən papamla nətər presləmişdiksə, ikimiz bir yerdə. Onun qutusuna yığa bilmişdim. Bu dəfə elə presləyə bilmədim, çünki tək yığdım. Nəysə ki, bu dəfə presləyəmədim, çünki tək yığdım. Başqa kulaka qoyacağım indi. Elə də qoyarım, yoxarım. İndi ulduzları, işıqları falan da söküm, tamam qutarsın.